Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilər. Biz gördüyünüz kimi qurğularımızın hər birini tam qurduq. İndi burada mən qısa bir məlumat verim sizlərə. Siz də videoya qulaq asın ki, məlumatınız olsun. Bizdə gördüyünüz kimi kombi var, amma kombi evdə olan radiatorların bir çoxsuna istiliyi çatdıra bilmir. Bunun üçün biz Nejavekadan dəncə qabı təyin elədik bura uyğun və onun devriyyə nasosunu və bu sistemi qurduq və belədir ki, burada əvvəlcə birbaşa kombinin devriyyə nasosu devr edirdi bütün radiatorları, o da hər birinə çata bilmirdi. İndi kombi ancaq gördüyünüz kimi dəncə qabına ötürür və dəncə qabından qayıdır özünə. Bu dəncə qabının içini isti edir. Bu da o deməkdir ki, bakın su çəninin kiçilmiş formasıdır dəncə qabı. Bura qoyulan devriyyə nasosu, belə desək, bol su götürür. Yəni istədiyi qədər dəncə qabından su götürür və bu da bütün radiatorlara çatır, beləliklə devr edir və sistemdən də qayıdır. Və bizim kombi qoyulan dərəcəni yığıb fasiləyə getdikdən sonra deyək ki, bura bağlandı, kombinin devriyyə nasosuna qədər fasiləyə getdi və bizim yenə də bu qoyulan devriyyə nasosu dayanmadan bütün sistemi devr edir. Beləliklə biz bütün radiatorlarda istilik ala bilirik, problemin həllini kökündən həll etmiş oluruq. Belə bir problem də sizlər olarsa, bizimlə səhifədəki və videodakı nömrə ilə əlaqə saxlaya bilərsiniz. Bu qədər. Allah amanda qalın. Allah ev sahibinə xeyir versin.